Bu mövsümdə Ağdaşda əkin sahələrinin suvarılmasında problemlər olmayacaq. Ağdaş Suvarma Sistemləri İdarəsi bununla bağlı bir sıra işlər həyata keçirib. Ağdaş Suvarma Sistemləri İdarəsinin balansında olan kanallar lildən təmizlənir. İdarənin baş mühəndisi Əhliman Hacıyev bildirir ki, bu ilin birinci rübündə 156 kilometr məsafədə bu işlər həyata keçirilib. Ağdaş Suvarma Sistemləri İdarəsinin balansında 1538,1 kilometr suvarma kanalları vardır ki, bunlar da hər il mütəmadi olaraq lildən təmizlənir. Ötən il həmin suvarma kanallarının 616 kilometrliyində lildən təmizləmə işləri aparılmışdır. Ağdaş rayonunun 60 yaşayış məntəqəsində 25.521 hektar suvarılan sahə var. Həmin ərazilərin suvarılmasında Türyançay hidroqovşağının rolu böyükdür. Lakin bəzən çay suyunun azalması hidroqovşağın işində çətinliklər yaradır. Ötən ilki dövrdə suvarmada su qıtlığının çatışmazlığı ilə əlaqədar olaraq düzdür, problemlər olsa da Ağdaş rayonu ərazisində əkin sahələrinin suvarma problemləri olmamışdır. Yaz və payız aylarında Türyançayda su bol olur. Yayda isə çayın suyu azalır. Ərazinin su ilə təminatında problemlərin yaranmaması üçün Yuxarı Şirvan kanalından əlavə su götürülür. Elnar İbrahimova, Aqil Məhərrəmov, Elşən Əhmədov, Ağdaş.